Gördüyünüz bu ərazi Balakən rayonunun Hənifə kəndinin əhalisinə məxsus örüş yerləridir. Vətəndaşlar bildirir ki, rayonda kanalizasiya xəttlərinin çəkilişini həyata keçirən şirkət onlara məxsus örüş yerlərini qazaraq qumu əliyib öz işlərində istifadə etmək üçün aparırlar. Çünki onları çaylardan qum götürməyə qoymurlar. Dəfələrlə məsələ ilə bağlı rayon icra hakimiyyətinə və aidiyyatı qurumlara müraciət etsəydi heç bir tədbir görülmür. Vətəndaşlar qeyd edir ki, əvvəlki icra hakimiyyətinin başçısı İslam Rızayevin dövründə hər hansı şikayətə baxılırdısa, hazırda hər hansı bir şikayətə baxılmır. Hazırki icra hakimiyyətinin başçısı hörmətli Natiq Ağayev vəzifəyə yeni təyin olunanda vətəndaşlarla sıx təmasda idi, bütün problemləri həll etməyə çalışırdı. Ancaq hazırda isə onun hər hansı bir fəaliyyətini görmək mümkündür, ümumiyyətlə əhalidən uzaq gəzir. Səyyar qəbullarda qaldırılan məsələlər öz həllini tapmır. Hətta bir vətəndaş burada müraciət edir ki, biz cənab prezidentə müraciət edib xahiş edəcək ki, əvvəlki icra başçısını bağışlasın və onu yenidən işinin başına qaytarsın deyərək bildirir. Qeyd edirlər ki, bu kənd magistral yola yaxındır və bu ərazidən 4-5 kəndə gedən yol keçir. Yəni, söhbət avtomobil yolundan gedir. Baş verənlərdən əhali çox narahatdır. Onlar öz örüş sahələrinin bu vəziyyətə salınmasının əleyhinədir və qeyd edirlər ki, əlaqədar qurumlara müraciət edəcəyik, ancaq mətbuat vasitəsilə də aidiyyatı dövlət qurumlarından kömək istəyirlər və müraciət edirlər ki, imkan verməyin ki, bizim örüş yerlərimizi məhv etsinlər deyə şikayətdə bildirilir. Yayımı bəyənin, paylaşın, kanalımıza abunə olun. Burada deyilən fikirlərə görə biz heç hər hansı məsuliyyət daşımırıq və qarşı tərəfin aidiyyatı qurumlarında fikirlərini məmnuniyyətlə dərc etməyə hazırıq. Bizi izləməkdə davam edin.